Düzün bilmək istəyirsinizsə, mən çox çətin bir şəraitdə video çəkirəm hazırda. İndi baxmayın belə yerim rahat görünür, amma bir tərəfdə arxada gördüyünüz Sky məni müşayiət eləyir. Həmçinin onun bu dəqiqə pərdəyə nə edəcəyi haqqında heç bir fikrim yoxdur. Bu pərdəyə nəsə olsa, mənim mamam məni öldürəcək. Və mən köçəri həyat yaşayan bir insan kimi mənim mikrofonum təəssüf ki, başqa bir şəhərdə, başqa bir ölkədə, başqa bir kontinentdə qalıb, yəni qalıb deyəndə itirməmişəm, amma bilərəkdən qoymuşam. Ona görə də bu gün mənim mikrofonum mənim telefonumdur və telefonum da bərbad bir mikrofonu var bu arada. Ona görə uğurlar sizə və mənə. Bugün danışacağımız mövzu ChatGPT-də daxil olmaqla istifadə etdiyimiz generativ süni intellekt alətləri hər nə qədər bizim həyatlarımızı asanlaşdırsalar belə nə bahasına asanlaşdırırlar və bu asanlaşmanın fonunda necə ki bizə deyirlər, hamı artıq ChatGPT-dən istifadə edir, gündəlik hər şey üçün ChatGPT-dən istifadə edirsiniz. ChatGPT sizin həkiminiz, diyetoloqunuz falan deyil. Bəstirin, psixoza tutulacaqsınız və s. deyirlər. İndi onun altındakı sualları araşdıracağıq bir yerdə. Sözüm ona ki, ChatGPT-yə məsəl üçün həkimi kimi davranan insanlar var, terapisti kimi davranan insanlar var, dostu, partnyoru, sonra camısı desin, müəllimi kimi davranan insanlar var və düzün demək gərəksə ChatGPT heç vaxt elə bir rol verməməyimə baxmayaraq kosmetoloqlara olan hədsiz dərəcədə az güvənim sayəsində mən dünən kosmetoloji bir məsələ ilə bağlı, yəni özüm eləmirdim, sadəcə olaraq məhsullar alırdım. Mən nə influencerlərə, nə hansı bir kosmetoloqa heç kimə güvənmədim. Düşündüm ki, ChatGPT-nin kifayət qədər çox datası var özündə və hər hansı bir məntiqi nəticəyə varmaq üçün ChatGPT mənə normal kosmetoloji məhsullar tövsiyə eləyə bilər. Yəni amma dediyim kimi, bunu çox önəmlidir, bunu qeyd etməliyəm ki, mənim bu aldığım kosmetik məhsulların təmizləmə geli olsun, üz təmizləmə geli olsun, günəş kremi olsun. Yəni bunlar mənim üzümdə hədsiz dərəcədə dəhşətli bir effekt yaradan bir şey olmadıqları üçün, yəni daha yumşaq, daha az təsirli şeylər olduqları üçün mən bu mövzuda ChatGPT-yə az da olsa güvəndim. Dediyim kimi, onda datalar var deyə və mən məhsulları ona göndərəndə bütün tərkibi ilə göndərirdim. Yaxşımı? Yəni bunu altdan xətt çəkərək qeyd etməliyəm ki, əgər sizin üzünüzdə belə xüsusi bir durum varsa, əlbəttə ki, peşəkarlara getməliyik də, yəni günün sonunda. Və bilmirəm siz bu müzakirə ilə qarşılaşmısınızmı? Sizə belə bir şey deyilibmi? Amma dünyada ümumi belə bir hal yaranıb ki, əlinizdən yerə qoyun bütün o süni intellekt, generativ AI, süni intellekt alətlərini, hamınızın başı qaçıb və yaxud da qaçacaq. Ona görə də əlinizdən yerə qoyun və özünüzü real dünyadakı reallıqlarla qarşılaşdırın, üzləşin, gedin normal peşəkarlardan məhsul alın, xidmət alın. Gözəl bir ideyadır. İndi gəlin biraz bu mövzunu açaq. Məsəl üçün terapiya mövzusu deyilir, düz deyil. Məsəl üçün ChatGPT-nin insanlarda psixoza yol açdığı bildirilir. Çünki sən bir şey deyirsən və ChatGPT davamlı olaraq səni, indi ChatGPT deyirəm, mən onu istifadə edirəm deyə deyirəm. Generativ süni intellekt alətləri də biraz uzun çıxır. Nə deyək? Chatlar deyək də, chat alətləri, chatbot alətləri deyək. Dediyimiz kimi, bu chatbot alətləri insanlarda psixoza belə yol aça bilir. Bəzi araşdırmalar, bəzi peşəkarlar belə deyirlər. Və indi gələk terapiya mövzusuna ki, ChatGPT-dən, yəni ümumiyyətlə chatbotlardan nəyə görə öz terapevtimiz kimi istifadə eləməməliyik? 1. Təhlükəlidir. 2. Chatbotlar bizə daim obyektiv qərarlar, obyektiv bir yanaşma vermirlər. Hərçənd ki, bəzən insanlar bunu tələb eləyəndə onu da verə bilirlər, amma ümumilikdə vermirlər deyək də. Çünki bu da özü ayrıca bir rəqəmsal savadlılıq tələb edir ki, biz chatbotla necə davranmalı olduğumuzu, danışmalı olduğumuzu anlayaq. Mən niyə bu qədər sürətlə danışıram, birdən heç anlamadım. Amma digər bir tərəfi də var ki, əgər insanlar maaşlarının 1/3-ni terapevtə verməli olmasaydılar, yəni terapevtlərin xidmətlərinin qiyməti bu qədər baha olmasaydı, kim gedib insana danışmaq əvəzinə bir chatbota danışmaq seçərdi? Sual vermək istəyirəm, bunu soruşmaq istəyirəm. Çünki bu sual məncə bu gün bizim reallığımızda unudulan, verilməyən, amma verilməli olan bir sualdır. Yəni əgər bizim səhiyyəmizə güvən kifayət qədər olsa, kim niyə gedib chatbota yazsın? Yəni mən özümdən misal verirəm, bayaqki misalın davamıdır bu. Əgər bu influencerlərin adları hay-haray çəkilmiş kosmetoloqlara mən güvənəcəyimi, yəni güvənməli olduğumu, güvənməyə yerimin olduğunu bilsəm, mən nə gedim chatbotdan soruşum ki, səncə bu üz yuma jelini alım, mənim üzümə bu düşər, yoxsa bu düşər? İndi dediyim kimi, bir daha deyirəm, heç bir peşəkarı, doğrudan peşəkar insanları hər hansı bir ittiham altında saxlamaq istəmirəm. Mən savadlı, işini ədalətlə, vicdanla görən hər bir insana hörmətim sonsuzdur. Ona görə sizi bu mövzudan tamamilə kənar eləyirəm. Mənim demək istədiyim şeylər dediyim kimi, təhsilini bilmədiyimiz, amma influencerlərin bəhbəhlə danışdığı o kosmetoloqlardır. Mən onlara güvənmirəm. Mən onların yanına getmək istəmirəm. Amma o qədər qəribə bir sahədir ki, indi Azərbaycanda elə bir qəribə bir durum yaranıb ki, insanın, yəni hansısa bir sahənin peşəkarını görmürsən, hansısa bir sahənin influencerlərə ən çox pul basanı görürsən hər zaman qabaqda, qarşıda. Ona görə də inanmaq çətin olur, axtarmaq çətin ola bilər.
bilir. Və bu baxımdan da belə bir misalı özümdən vermək istədim ki, bu məni dayandırdı məsələn. Gedib kosmetoloqa o pulu verməkdənsə fikirləşdim ki, yəni məsələ pul vermək də deyil, məsələ sənin normal xidmət ala bilməməyindir. Yəni insanlara niyə chatbotlardan bu qədər istifadə edirsiniz? Niyə bu qədər hamısına alüdəçi olmusunuz? Sualı vermək əvəzinə bəlkə biz bəlkə bu sualı verməliyik ki, nəyə görə bir terapevt bir insanın maaşının 1/3 qədər xidmət qarşılığı qoyur və yaxud da əgər terapevtin qoyduğu qiymət normaldırsa, nəyə görə maaşımız bu qədər azdır və yaxud da niyə çətin vaxtda mən həkimimdən heç bir cavab ala bilmirəm və yaxud da nəyə görə hansısa bir peşəkara güvənmək, ona özünü əmanət eləmək, həm özünü, həm pulunu, həm mənəvi durumunu əmanət eləmək bu qədər çətindir və yaxud da nəyə görə müəllimlərə az pul verilir, müəllimlər çox motivasiyasızdırlar məktəbdə və biz orta məktəbdə öyrənməli olduğumuz şeyləri bir gün ayırırıq 20 yaşımızda və deyirik ki, bunu mən məktəbdə öyrənməliymişəm, amma müəllimlərimin marağı olmadığı üçün mən heç bir şey normal öyrənə bilməmişəm. Və onda bu sualların hamısı, baxın bu sualların cavablarını mütləq bilməyimizə ehtiyac yoxdur. Bu suallar sadəcə olaraq bizim mühiti, durumu anlamağımıza kömək edir ki, deməli problem əvvəldən bəri süni intellekt olmayıb. Problem boşluq olan sahələrdir, boşluq olan hissələrdir. Bunu yalnız Azərbaycan üçün demirəm bu arada. Bütün dünya üçün mən əminəm ki, bu dediklərimin hamısı bir-bir, yəni keçərlidir. Səhiyyə sistemi ən əla olan bir ölkədə belə əminəm ki, digər sahələrdə problem ola bilər. Ümumilikdə, yəni problemlər dünyanın hər bir tərəfində var. Çünki təəssüf olsun mən belə düşünürəm ki, çünki çox kapitalist, kapitalı hər şeyin ortasına qoymuş, insan duyğularını, insan ehtiyaclarını heç bir şəkildə diqqətə almayan, ultra sağçılığa doğru gedən bir siyasi mühitdə yaşayırıq və siyasi və iqtisadi mühitdə yaşayırıq və uduzan, yəni ac qalan, zəif olan, aciz olan uduzur və ona heç kim çönüb belə ürəyi də yanmır ona. Və bu dəhşətli bir şeydir mənə elə gəlir. Yəni bayaq dediyim kimi insanlar ChatGPT olsun, Gemini olsun, Claude olsun, DeepSeek olsun, bu kimi süni intellekt, generativ süni intellekt alətlərindən nə üçün istifadə edirlər? Terapistləri kimi, partnyorları kimi, nə bilim, həkimləri kimi, müəllimləri kimi, trenerləri kimi, coachları kimi, dostları kimi. Yəni bunlar ciddi rollardır. Həyatımızın hamımızın həyatında olmalı olan və yaxud da olan rollardır və mən düşünmürəm ki, insanlar ona görə bunu eləyirlər ki, çünki bu alətlər sehirli bir şeydirlər. Onlara olmayan bir şeyi vəd eləyirlər və yaxud da bu insanlar bunu ona görə istifadə edirlər ki, onlar sadəcə olaraq axmaqdılar və yaxud da onlar insanlardan daha çox güvənirlər bu botlara. Mən düşünmürəm hər hansı bir insanda belə bir güvən hissi var. Amma bu alətlər hamıya əlçatandılar. Smartfonu olan, kompüteri, laptopu olan, internetə çıxışı olan hər bir insan bu alətlərə çata bilir. Bu alətlər sürətlidirlər. Yəni günlərlə həkimimizə yazmalı və ondan o tərəfdən ghosting almalı deyilik də, yəni ghostingləməli deyilik. Bu məncə çox önəmli bir şeydir. Mənim hələ 1 ay əvvəl müalicə üçün yanına getdiyim həkim və bu dəqiqə onun müalicəsi davam eləyir. Müalicə ilə bağlı sual verdiyim halda, yəni mənə həftələrlə cavab vermir. Hələ də cavab verməyib. 2 dəfə yazmışam. Bəli. Və daha çox yazmağa mən yəni tövsiyəm yoxdur. Yaza da bilərəm, amma insan da utanır ki, bəlkə yəni bu niyə görə belə olmalıdır ki? Nəyə görə mən yazıb xatırlatmalıyam davamlı olaraq? Və bu alətlər mühakiməsizdir. Onlar bizi mühakimə eləmirlər, qınamırlar. Bizim haqqımızda hər hansı bir fikri ağıllarına saxlamırlar. Yəni, bu da biabırçı da demirlər və bu alətlər çox zaman ucuzdular. Və yaxud da siz onlara ümumiyyətlə 0 manat məbləğ ödəməli olursunuz. Yəni pulsuz olurlar. Yəni bu qədər əlçatanlığın fonunda biz nəyə görə insanlar həkimə getməyə əvəzinə bota cavab verirlər, bota sual verirlər deməliyik də. Çünki aradakı fərq axı barizdir. Yəni bariz deyilsə belə, xahiş edirəm bu videodan sonra sizə biraz bariz olsun ki, nəyə görə insanları botlara qaçmağından əlavə bir sual vermir ki, nəyə görə qaçırıq ümumiyyətlə. Burada bir haşiyə çıxmaq istəyirəm. Birdən mənim dediklərimi ChatGPT-dən istifadə etməyi normallaşdırılmış kimi qəbul edirsiniz. Qətiyyən yox. Yəni bugünkü süni intellekt, indi birazdan da o hissəyə gələcəm. Bugünkü süni intellekt alətlərinin bu sırf ChatGPT, Gemini-lə və ya ümumiyyətlə süni intellekt ekosisteminin dünyaya, ekologiyaya, insan münasibətlərinə vurduğu zərəri bilirəm. Buna görə də, yəni yenə də məsləhət görürəm ki, biz bütün həyatımızı, yəni bu botlara əlbəttə ki, təqdim eləməyək. Bu botlar nə də eləsələr, nəhayətində texnoloji bir alətdirlər və nəhayətində o botları bizim bu günümüzə, gündəlik həyatımızın bir parçası halına gətirənlər kapitalist insanlardır. Yəni kapitalist biznesmenlər, şirkət sahibləri və s. Və onların maraqları nədir? Pul.
sən daha bədbəxt ol ki, mən sənin üzərindən pul qazanım. Bilmirəm, bəzi insanlar bəlkə deyə bilər ki, bu yanaşmam çox radikaldır. Amma inanın ki, bu qədər radikallaşmış bir dünyada ki, pul qazanan daha çox pul qazansın. Yəni bacarana can qurban deyirik ya biz. Baxın, bu Amerikanın və ya bu böyük kapitalist dövlətlərin, böyük kapitalistlərin elə sözü elə mənə elə gəlir ki, yəni anlayışı budur da. Yəni bacarana can qurban. Mən əgər vergidən yayınıramsa necəsə, sən elə sən də bacar. Bacaranmasan axı. Sən sadə bir insansan, sən necə bacarasan? Yəni mənə elə gəlir ki, bu öz radikallıqdır, nəinki mənim buna yanaşmam. İndi ola bilər həm də gənc bir insanam, qanımız biraz dəli axır o baxımdan ki, düşünüb davamlı olaraq hansısa bir belə səbəb axtarırsan da nəyə görə belə olmalıdır. Ne bilmirəm, bəlkə biraz yaşım artandan sonra deyəcəm ki, yox elə onlar düz eləyirmişlər. Ümid edirəm heç vaxt elə bir insan olmaram, amma bilmək də olmaz. Və hə, ona görə də müqayisə etməzdən əvvəl bu chatbotları insanların nəyə görə ürəyinə yerləşdiyini bilməzdən əvvəl düşünməliyik, sual verməliyik. Yəni insanlar mükəmməl bir şey axtarmırlar. İnsanlar sadəcə olaraq dəyər görmək istəyirlər, qayğı görmək istəyirlər. Mən uzun müddət Avropada yaşayıb sonra Azərbaycana gəlmiş bir insan olaraq ödədiyim xidmətin qarşılığını aldığım o qədər az zamanlar olub ki, yəni insanlarda normal salam sözünü eşidə bildiyim o qədər az momentlər olub ki, bir müştəri olaraq tələsdirilmədən, nə bilim, aşağı görülmədən, belə aşağıdan yuxarı süzülmədən və qınanılmadan hansısa bir yerə girib oradan xidmət alıb çıxdığım o qədər az hallar olub ki. Yəni davamlı olaraq qınanılırsan, davamlı olaraq belə yuxarıdan aşağı baxmaq və səni saymamaq. Yəni biz birimizi həm də ona görə saymalıyıq ya ki, axı biz hamımız insanıq. Yəni hələ əgər mən bir müştəri kimi sizə bir də xeyir verirəmsə, amma deyirəm də, yəni xeyir verməyən insanlar da insandır, onları da saymalıyıq. Onlara sayılmalıdır ümumiyyətlə. Amma həm də mən bir müştəri kimi xidmət verirəmsə, nəyə görə? Mən inanırsınız indiyə kimi məsələn kimlərsə yazırsan ki, filan şey haqqında məlumat almaq istəyirəm, hansısa bir səhifələrə, WhatsApp nömrəmizə yazın. WhatsApp nömrəsinə yazırsan, deyil, sin atırlar sənə. Cavab vermirlər, görüldü atırlar sənə. Yəni mən başa düşmürəm. Azərbaycanın böyük şirkətlərində belə xidmət verən sahələrdə, yəni pulla şıllıq atmaq, nəysə, çox mövzudan kənarlaşmaq istəmirəm. Ona görə də gəlin bu sualları verək. Kimsə chatbotlardan istifadə edən insanların üzərinə çox yük atanda, günah atanda bu sualları vermək vacibdir. Əgər terapiya bahalı, əlçatanlığı olmayan, lüks bir şeydirsə, insanlar nə etməlidirlər? O ən histerik anlarında, ən özlərini çarəsiz etdikləri anda nə etməlidirlər? Özünü öldürmə təşəbbüsünü göstərməyə istəyən, ideyaları olan bir insan və cibində 1 manat olan bir insan nə etməlidir? Daha sonra, əgər səhiyyə sistemi çox yavaş, çox pul verənə, cibə pul basana daha da ürəklə xidmət göstərəndirsə, insanlar nə etməlidirlər? Əgər təhsil sistemi insanlara nəyisə bilməməyi utandırılacaq bir şey kimi təqdim edirsə, yalnız ağlı, zəkası sürətlə işləyəni, zəkası yaxşı olanı, ailəsi sakit olanı, ki, yəni bu uşaq dərs oxuya bilir, yəni ailəsi sakitdir, başı sakitdir, dərs oxuya bilir. Onda biz harda təhlükəsiz bir şəraitdə, tələsmədən, rahatlıqla nəyisə öyrənə biləcəyik. Yəni bu mühitlər bizim güvəndiyimiz, təhlükəsiz hiss etdiyimiz, qayğı hiss etdiyimiz yerlər deyilsə, insanlar nə etməlidirlər? Yəni belə mühitlər dünyamız, əhatəmiz bizə davamlı olaraq susmağı, vəziyyətlə barışmağı, nə bilim, vəziyyətlə barışmırsansa mühakimə olunacaqsanı yeridirlərsə, o halda insanlar kim onları dinləyirsə, elə ona da dərdini danışırlar. Və bu da bir çox hallarda chatbotlar olur. Yəni təsəvvür edin ki, hətta düşünən tərəf belə maşınlardır da artıq. Və yəni insan münasibətlərinin onsuz da hazırda çox çalxantılı bir mərhələdə olmağı, terapiyalarda, müasir terapiya ya da ki terapevtlər, nə bilim, sosial mediada dolaşan belə bir fikir var ki, kimsə sənin həyatına nəsə gətirmirsə, onu həyatından çıxar. Nə bilim, falan şey falandırsa, onu həyatından çıxar. Yəni təklik bizə satılır. Tək olmaq, tək güclüsən. Halbuki biz sosial bir varlıq da, yaxşı bunu ağlımıza çıxarmayaq. Dünyanın ən introvert insan olaraq deyirəm. Yəni zəhləm gedir çox insan yəni qələbəlik, çox insan içərisində olmaqdan, amma sosial bir varlığıq. Günün sonunda biz də kiməsə dərdimizi danışmaq və yaxud da kiməsə deyib gülmək, kimisə gözünə baxıb bir şey demək istəyirik. Çönüb baxanda ki, CEO-ların heç birisi bununla bağlı özlərinə məsuliyyət götürmürlər. Deyirlər ki, biz nə biləydik, insanlar bunu belə pis qəbul edəcəklər, biz nə biləydik, falan şey olacaq. Buna heç vaxt aldanmamağınızı mən şəxsən tövsiyə görürəm. Çünki CEO-lar
bu böyük şirkətlərin Apple, Google kimi şirkətlərdən danışırıq da. Bu şirkət rəhbərləri, OpenAI, bu böyük şirkət rəhbərləri milyarderlər və şirkətləri də, səhmləri də bu qədər bahalı və yüksək olan şirkətlərin sahibləri necə olub ki, riskləri analiz edəməyiblər əvvəlcədən? Necə olub ki, ruminasiyalar üzrə işləməyiblər, nə bilim, mitigasiyalar aparmayıblar ki, hansı risklər var, hansı həll yolları var, nə olsa nə edəcək? Yəni necə ola bilər ki, bu araşdırılmayıb? Bu qədər hər şeyə, sahəyə, bazara, həmin məhsullara pul ayıran şirkətlərin bu riskləri gözə almamağı, bu risklərdən xəbəri olmamağı mümkünsüzdür məncə. Təzəlikcə Time jurnalı ilin insanları olaraq süni intellektin memarlarını 8 nəfəri namizəd göstərib, yəni ilin adamı seçib. Təbrik edirəm. Yəni hamımız olaraq, hamılıq olaraq, dünya olaraq biz artıq bilmirik başımıza haranın daşını vuraq, ataq həqiqətən. Çünki bu CEO-lar, bu şirkət rəhbərləri çox gözəl bilirdilər ki, insanların o qədər şeyə, yəni o qədər boşluqları var ki, o qədər şeyin acıdılar ki, yəni qayğı, dəyərli hiss etdirmək, həyatda hər hansı bir pozitivlik görmək, yəni dünya olaraq İnsanlar o qədər acdılar ki, bu 10%, 5%, bəlkə də 2%lik milyarder qrupundan başqa və yaxud da bu milyarderlərdən yararlanan insanlardan başqa, yəni ümumi dünya əhalisi olaraq biz çox çətin günlər yaşayırıq, xüsusən də koronavirusdan sonra. Və bu CEO-lar bilirdilər. ChatGPT, bu chatbot hamımızın istifadə edəcəyi, hamımızın sevəcəyi, hamımızın belə bütün ən dərin sirlərimizə qədər deyə biləcəyimiz bir alət olacaq. Bunu bilirdilər. Buna baxmayaraq yenə də onlar heç bir əvvəlcədən təhsil, savadlılıq, təlim, hər hansı bir anlayış, müzakirə ortaya çıxarmadan birbaşa bunu üstümüzə atdılar ki, mən sizə verdim, indi sizin işiniz onun mənə pulunu yəni necə deyim, pulunu qazandırmaqdır. Yəni bunun məsuliyyətini götürməli olan şirkətlər və insanlar var ki, nəyə görə siz bizi əvvəlcədən heç buna hazırlamadınız? Süni intellekt chatbotu. Niyə bu anlayış bizdə yox idi? Nəyə görə biz buna hazırlaşmadıq da dünya olaraq? Və heç şübhəsiz generativ süni intellekt alətlərinin danışıq tərzi, empatik, bizi başa düşən, anlayan, səhvimizə görə bizə gülməyən, bizə axmaq hiss elətdirməyən, bizə bir dost, bizə bir sevgili, bizə bir valideyn kimi yanaşa bilən istənilən vaxtda olmağı, əlbəttə ki, bu da göstərir ki, bu heç də təsadüfi deyil. Bu insanlar, bu memarlar, mühəndislər, şirkət sahibləri, menecerlər bilirdilər ki, bu chatbot bizim hansı yaralarımızı sağaldacaq kimi göstərəcək. Və süni intellekt alətləri bunları ortaya qoydu ki, nə qədər insan bir çox xidmətlərin əlçatmaz olduğunu hiss eləyir, nə qədər insan qayğıya acdır, nə qədər insan bir çox xidmətin formal olduğunu hiss eləyir, hər hansı bir şəkildə onlar haqqında, yəni onları vecinə alan insanların olmadığını bilir və dəstəkləmək, mental, maddi, mənəvi və bunlar nə qədər baha başa gəlirlər. Yəni bir növ belə bir nəticəyə də gələ bilər ki, süni intellekt insanların yerini tutmadı. Onsuz da insanlar çoxdan yox olmuşdular. Yəni onsuz da insan-insan münasibətləri məhv olmuşdu. Sadəcə olaraq o arada qalan sükut ki var, süni intellekt alətləri sadəcə olaraq o sükutu doldurdu. Əgər insanların süni intellekt alətlərini həkim, terapevt, müəllim kimi, partnyor kimi istifadə etməyi bizə qınanılası və yaxud da gülməli bir şey kimi gəlirsə, biz onda onları qınamağa tələsməməliyik və ondan əvvəl sual verməliyik ki, nəyə görə hazırki mühitdə bir maşın ən aktiv, ən qayğıkeş dinləyiciyə çevrilib. Yəni insanlarda problem tam olaraq nədir? Nəyə görə var? Niyə aktualdır? Yəni biz insanlara nə oldu ki, maşın o sükutda ən çox dəyərlənən bir şeyə çevrilir və dinləyiciyə çevrilir. Bizim insani keyfiyyətlərimizə, insani bacarıqlarımıza nə oldu? Yəni belə. Bu videoda danışmaq istədiyim şey, yəni nümunələrdən az istifadə elədim və yaxud da ümumi olaraq daha suallar üzərinə və müzakirə üzərinə danışmaq istədim. Çünki düşünürəm ki, bu hamımızın nəsə götürə biləcəyi bir müzakirədir. Yəni bu video tamamilə müzakirə açmaq üçündür. Nəyisə sübut eləyirəm, nəyisə dəyişdirirəm, nəyisə belə ortalığa çıxarıram, ifşa edirəm kimi bir şey deyil. Sadəcə olaraq məncə bu tərəfdən düşünməyimiz çox-çox əhəmiyyətlidir. Mən bu sualı ilk verəndə Berlində işlədiyim iş yerimdə idim və biz orada texnoloji savadlılıq və texnologiya tənqidi baxışla bağlı işləmişik. Mən onlarla 10 ay ərzində işləmişəm, 9-10 ay ərzində işləmişəm və bu müddət ərzində bir dəfə mənim müdirim mənə dedi ki, yəni süni intellektlə nə üçün istifadə edirsən? Mən də dedim ki, falan şey üçün falan. İndi yadıma deyil dedim. Ondan sonra belə bir müzakirə yarandakı aramızda. Bəs mən dedim ki, məsələn, falan şeyi eləmək daha baha başa gəlirdi. Yəni ChatGPT ən asan yoldur mənim üçün. O dedi ki, elə məsələ budur da. Yəni məsələ elə budur ki, insanlara o lazım olan şeyi onlardan uzaqlaşdırıb
qabağına başqa bir şey atırsan ki, yəni bu da var. Sonra sən onlardan istifadə et, amma sonra onlar sənin tələbə düşüb onlara o həmin ayətdən istifadə edəndən sonra isə onları qınaq obyektinə çevirirlər. Yəni bütün dünyanın elədiyi şey budur və bu mənə çox qəribə gəlir. Mən bəlkə də sizə də qəribə gələcək. Bəlkə də qəribə olmayan heç bir şey yoxdur. Mən siz necə olmaq istəyirəm? Mən istəyirəm ki, hələ də pislik, hələ də ikiyüzlülük, hələ də murdarlıq məni təəccübləndirməsin. Çünki təəccüblənməyəndən sonra artıq səndə insanlıq da qalmır və özündə o potensial onu eləyən insanlara çevrilirsən. Ona görə də mən hələ təəccüblənmək istəyirəm ki, yəni dünya hələ də bu pisdir və bu təəccübləndirəsi bir şeydir. Gəlin heç bir şey normallaşdırmayaq, normalizə eləməyək, hələ də hər şeyə eyni günkü kimi, ilk günkü kimi reaksiya verək. Çünki bu dünya başqa cürə nətər dönəcək, mən başa düşmürəm. Yəni nəysə, çox defensivləşdirmədən mövzunu bu qədər, videomuz bu qədər idi. İlk dəfədir öz Bakıdakı ailə evimdə video çəkirəm. Bu məni kövrəltdi deyim. Kövrəltmədir, amma belə qəribə hisslərdir düzü. Ona görə də sevinirəm, ümidvaram ki, bu video gözəl alınar montajdan sonra. Ümumiyyətlə ümid edirəm ki, bu videonu mən montaj eləyəcəm. Özünüzə yaxşı baxın. Ümidvaram gələcək videolarda mən yenədən o keyfiyyətli, gözəl mikrofonumdan bir yerdə olaram. Hər hansı bir fikriniz, iradınız, təklifiniz varsa, xahiş edirəm şərhlərdə bildirin. Oxumaq mənə çox xoşdur. İrad və bildirirsinizsə, iradlarınızın başım üzərində yeri var, amma iradlarınızı da bildirərkən xahiş edirəm konstruktiv olmağına, yəni müəyyən etik çərçivələr içərisində olmağına fikir verin ki, biz də ona normal cavab verə bilək. Digər bir məsələ isə, əgər videonu bəyəndinizsə, daha əvvəlki videolara baxa bilərsiniz, təklif edirəm. Maraqlı videolar var. Dediyim kimi, sizi belə ultra ağlınızı işıqlandıracaq deyə yox, sırf yeni bir şeylər öyrənmək və yaxud da müzakirə açmaq üçün, indiki müzakirə etmədiyiniz bir bəlkə mövzular var, onlar haqqında müzakirə etmək üçün və abunə olmağı, like atmağı, dostlarınızla, yəni bununla maraqlı ola biləcək dostlarınızla bölüşməyi unutmayın videonu, həmçinin kanalı. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə. Sağlam qalın. Qeydinizə qalın özünüzün. Çalışacağım bu videonu 2025-in dekabrın neçəsindəsə, artıq dekabrın deyilsə 29-udur. 2 gün ərzində bu videonu redaktə edə bilsəm, montaj edə bilsəm, videonu göndərəcəm sizə. Sizə deyirəm YouTube-a. Əgər göndərsəm 2025 ərzində, 2026 üçün sizə öz ürəyinizdə nə varsa, onları arzu eləyirəm. Gözəl bir il olsun, həm bizim, həm də dünya üçün. Daha təbiətin qayğısına qaldığımız, təbiətdən üzr istədiyimiz bir növ. Yəni heyvanlardan, insanlardan, bu dəqiqə qətlə yetirilən, onlara, yəni qətliama uğrayan insanlardan üzr istədiyimiz bir il olar ümid eləyirəm. Çünki 2025 səhvlərlə dolu bir il idi məncə, həm dünya üçün, həm də pozisiya qoya bilməyən insanlar üçün, dövlətlər üçün. Belə, bilmirəm, daha inanırsınız bəlkə də fikirləşdim trilyonla şey alma çıxarır. Çünki dünyanın indi olduğu yerdən heç xoşbəxt deyiləm və hazırda dünya bu haldaykən 25 yaşlı bir gənc olub əlindən heç bir şey gəlməmək də məni hədsiz dərəcədə narahat eləyir. Amma ümidvaram 2026-cı ildə arxasında dura biləcəyimiz, dəstək göstərə biləcəyimiz yaxşı şeylər baş verər. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.